Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecməin. Əmmə bəd. Salihlərin Baxsası kitabında yaxşılıq əmr edib pislikdən çəkindirmək bölümü davam edirik. Müəllif Rahmanullah bu bölümdə 12-ci hədisi gətirir. An Əbi Abdillah Tariq ibn Şihabil Bəcəliyil Əl-Əhməsi radiyallahu anhu. Əbu Abdullah Tariq ibn Şihabdən gələn hədisdə, Allah ona razı olsun, bir kişi Ən-Nəbi sallallahu aleyhi ve sellem'dən soruşur. O qədər vəqa ricləhu fil qarz. Ayağı taxtanın yoxsa dəvənin dərisindən düzəlmiş bir şeyin üstündə olur. Deyir ki, hansı cihad əfsəldir? Sallallahu aleyhi ve sellem deyir ki, haqq kəlməsini zalım hakimin yanında demək. Yəni bu qabaqda bu hədisi keçmişdi, bu şərhdə keçmişdi. Biz bildirmişdik ki, zalim hakimin yanında, meydanlarda yox, minbərlərdə yox. Gücün çatar, təkbətək nəsihət edərsən. Çatmazsa da sənin boynundan düşmüş olur. 13-cü hədisdə deyir ki, İbn Məsud radiyallahu anhudan gələn hədisdə Allahın Resulü sallallahu aleyhi ve sellem demişdi ki, Bəni İsrailə ən birinci navislik daxil oldu. Onlardan bir kişi ilə qarşılaşanda ona deyirdi ki, ey filan kəs, Allahdan qorx, etdiyin bu günahı tərk etdiklə sənə bu halal deyil. Sonra səhərsi gün onunla rastlaşanda onu həmin halda görərdi, həmin günah etdiyini görərdi və ona mane olmazdı. Onunla oturardı, yiyərdi, içərdi. Onunla oturardı orada. O vaxt ki, bunlar belə etdikdə, yəni yaxşılığı, münkəri qadağ eləmədikdə, yəni birinci gün eləmişdilər, amma ikinci gün ki, onlarla oturub yer. Allah Subhanahu onların qəlblərini bəzisinin qəlbini bəzisinə vurur, yəni çevirir, bəzi qəlblərini bir-birlərinə çevirir onların. Sonra bu ayəni oxuyur Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəni İsraildən kafir olanlar Davudun və Məryəm oğlu İsa'nın dilindən lənətlənmişdilər. Bu onların asi düşdükləri həddaşlıqlarına görədir. Onlar bir-birlərinə münkəri qadağ etməzdilər, onu edərdilər, bu nə pis, onlar nə pis əməl edərdi. Onlardan çoxunu görərsən ki, Tərə kəsirən minhum yətəvəlləvnəl-ləzine kəfəru. Onlardan çoxunu görərsən kafirləri özlərinə dost götürərdilər və bi'sə mə qaddəmət ləhum anfusuhum, nəfsləri nə pis şey onlara təqdim edibdir. İlə qavlihi fəsikun, yəni onları Allah təala fasik adlandırmışdı. Yəni 78-ci ayədən 81-ci ayəyə kimi. Sonra Peyğəmbər sallallahu deyir ki, kəllə vallahi lə tə'murunə bil ma'ruf. Əksinə Allahın da olsun ki, siz yaxşılıq əmr eləməlisiniz, pislikdən çəkindirməlisiniz. Zalimin əlindən tutmalısınız və haqqa insanları bağlamalısınız. İnsanları haqqa bağlayıb ona zövq elətdirməlisiniz də, haqq çərçivəsinə salmalısınız insanları. Yəni burada əmr, yəni bunu eləməlisiniz, belə deyir, bunu etməlisiniz. Və yaxud da ki, Allah Teala sizlərin qəlblərini bəzisinə çevirər. Yəni qəlblərini bəzisinə vurar, sizlərin bəzisinin qəlblərini bəzisinə vurar. Sonra sizə lənət olunarsınız, necə ki, sizə lənət edər, necə ki, onlara, yəni Bəni İsrailə lənət eləmişdir. Başqa bir ləfzə gəlir ki, Allah Resulü sallallahu əleyhi demişdi ki, o vaxt Bəni İsrailə asilik baş verdi. Onların alimləri onu qadağ elədilər. Alimləri o vaxt asilik baş verdi. Alimləri qadağ elədilər birinci səfər, sonra qadağ eləmədilər. Onların məclisində oturdular, yedilər onlardan, içdilər onlardan. Allah Teala onların bəzisinin qəlblərini bəzisinə çevirdi. Və Davudun və Məryəm oğlu İsa'nın aleyhissalam onların dili ilə onları lənətlədi. Niyə? Onların düşdüyü asiliyə görə, açdıqları həddə görə. Resulullah sallallahu aleyhi ve sellem uzanmış haldaydı, dur oturur. Söykənmişdi, durur, oturur, deyir ki, nəfsim əlində olana and olsun ki, siz onları haqqa bağlamalısınız. Siz onları nə eləməlisiniz? Haqqa bağlamalısınız, haqq çərçivəsinə salmalısınız. Sonra 14-cü hədisdə gəlir ki, Əbu Bəkir Siddiq radiyallahu anhudan gələn hədisdə
Deyir ki, ya eyyuhənnas, ey insanlar, sizler bu ayəni oxuyursunuz. Abu Bakır deyir. Ya eyyuhellezine amenu aleykum enfusakum la yadurrukum men dalle izehtedeytum. Ey iman getirenler, siz üzerinizə öz nəfsiniz. Yəni azanlar siz hidayət olsanız azanlar sizə zərər verməz. Kim ki azsa o sizə zərər verməz. Mən deyir, eşitdim ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, həqiqətən insanlar zalimi gördükdə və onun əlindən tutmazlarsa da, Allah Teala ondan olan bir cəza ilə bu cəzanı hamını bürüyər bu cəza ilə. Yəni sən zalimi görürsən, onun əlindən tutmursan, bu cəza ilə nədir? Cəzalanına bilərsən. Müəllif rəhməhullah Abu Bakr radiyallahu anhudan nəql olunan bu hədisi deyir ki, əmmə bə'd, ey insanlar, siz bu ayəni oxuyursunuz, necə qabaqda keçdi. Ey iman gətirənlər, aleykum enfusakum. Yəni sizin üzərinizə öz nəfsiniz, yəni özünüzlə məşğul olun. Yəni sizdən kim hidayət olunarsa da, azanların azması zərər verməz sizə. Bu ayənin zahiri insan öz nəfsinə hidayət olundusa da, insanlardan azanların azğınlığı ona zərər verməz. Zahiri belədir. Çünki insan öz nəfsində düz yolu tutubdur. Yəni öz nəfsində düz yolu tutması, düz yolda olması, bu Allah qarşısında əcri böyükdür. Bəzi insanlar bu ayəni necə təfsir verirlər? Deyirlər ki, çox fəsad bir məna ilə bunu başa düşürlər. Elə zənn edir ki, bu o deməkdir ki, bu ayət-i kərimdə nədir? Sən heç kimə heç nəyə qadağ eləməməlisən, dəvət eləməlisən. Əksinə Allah Subhanahu taala şərt qoyur ki, yəni likavnihi men dalle la yedurruna en nehtediye. Yəni biz düz yolu tutsaq, onların azınlığı bizə zərər verməz. Burada düz yolu tutmaq məsələsi təfsiri əl-ihtidə nə deməkdir? İhtidə, yəni biz yaxşılığı əmr eləməliyik. Qadağa olunmuş şeydən çəkindirməliyik. Yəni bundan sonra, yəni bu ehtidə ki var, onda biz o zərərdən salamat ola bilərik. Yoxsa mən birində münkəri görüm deyəmək ki, mən öz yolumda gedirəm, o özü bilər. Yox. Yəni biz yaxşılığı əmr edəcək, pislikdən çəkindirməliyik. Ona görə Peyğəmbər Əbu Bəkr deyir ki, radiyallahu anh, deyir ki, mən eşitdim ki, Allahın Resulü sallallahu aleyhi ve sellem deyir ki, yəni Ən-Nəbi sallallahu aleyhi ve sellem deyir ki, insanlar münkəri gördükdə onu dəyişməzlərsə də, İnnən-nəsə izə rəvul münkər fələm yuğayyiruhu əv fələm yəxuz alə yedi zalim və yaxud da zalimin əlindən tutmazsa da, yəni mani olar da, əvşəkə ən yəumməhumullahu biiqabin min indihi. Yəni Allah Teala öz tərəfindən bir cəza ilə onların inəyər, bürüyər hamısını. Yəni ennəhum yedurruhum men dalle. Yəni azğın olan kəs zərər verir onlara. Görə. İnsan azmış bir kəsi, onlar azmış bir kəsi gördükdə, əgər ona yaxşılığı əmr eləmirlərsə də, qadağan olan şeydən çəkindirmirlərsə də, bu halda cəza onları da bürüyür. Allah Teala onları cəza ilə bürüyür. Edəni də, qəflətdə olanı da, yəni münkər edəni də, həmin münkəri qadağ eləməyəni də, qəflətdə olan kimdir? Münkəri qadağ eləməyəndir, yəni. Burada dəlil vardır ki, insana vacibdir ki, insan Allahın kitabını başa düşməyə diqqət yetirsin azə və cəlal. Hətta onu Allah Teala'nın istədiyindən başqa cürə başa düşməsin. Həqiqətən insanlar elə başa düşürlər ki, yəni Allah Teala öz kitabında burada başqa şey deyir. Elə zənn edirlər ki, Allah Teala deyir ki, yəni siz hidayət olunursunuzsa da, onda azanların azması sizə dalilət eləmir. Bəziləri belə başa düşürlər. Təbii ki, bu səhvdir. Yəni bu təfsirdən Allahın Quranın təfsirindən azmaqdır. Bunun üçün də Quran-ı Kərimdə kim öz rəyinlə Quran-ı Kərimdən bir şey danışarsa da, təfsir verərsə də, o kəsin barəsində cəhənnəm gəlibdir. Yəni öz havasına uyğun, öz rəyinə uyğun təfsirlər verir. Yəni ərəbin dilində olmayan, şəriət İslamında olmayan, yəni kökü yoxdur, özünə havasına uyğun təfsir verir.
Əgər insan Qurani-Kərim havasına, öz rəyinə uyğun açıqlayarsa da, onda qoy cəhənnəmlik yerini hazırlasın. Amma kim ki lüğətin, ərəbin dilində bunu kökü varsa da, onunla təfsir verirsə də, bu hansı ki ərəb dilini bu insan bilir, bu günaha girmir. Deyək ki, bu lüğətdə də açıqlana bilir, təfsir verilə bilir bu söz. Qurani-Kərim açıq-aydın ərəb dilində nazil olubdur. Yəni ərəb dilində uyğun olaraq da təfsir insan verirsə də ona tefsir verilir Kur'an-ı Kerim ve kezalike izâ kânetil kelimet kad nuqilet minel ma'nel lugavi ilel ma'nel şer'i. Xüsusən də lüğətdən şəri məniyə, lüğət mənasından şəri məniyə nəql olunubsa da. Və fəssərəha bi ma'nəh əş-şər'iyyə, yəni deyək lüğət də var, lüğətdə belə başa düşülür. Şəriətdə isə belə başa düşülür. Bu halda şəriətlə təfsir verilir bu. Yəni ikisi də olduqda onu şəri məna ilə götürülür. فلا حرج عليه. فالمهم أنه يجب على الإنسان. Mühim olan odur ki, insan üzərinə düşən odur ki, insan Allah Teala öz kitabında necə istəyirsə də elə başa düşsün onu, Allahın istədiyi kimi başa düşsün və həmçinin Muhammed sallallahu əleyhi və səlləmin sünnəsində Muhammed sallallahu əleyhi və səlləm istədiyi kimi onu başa düşsün. Hətta onları Allah və Rəsulunun istədiyi kimi nədir, onlara təfsir versin. Allah Teala müvəffəq edəndir. Gələn səfər inşallah 24-cü bölümü götürəcək. Barakallahu fikum.